Qocalım, bir yaşlaşım sonra keçsinlər. Nə xəbər edir, maestro? İndi ayağım bir amca axtırsa, bu arada baxın, ayaqqabı mənim elimə qoyub, onu sarıyırdılar. Yəni doğrudan, mən çox bayırı geçmişim, çünkü 2 saniyədir, böyle o birisini böyle açdım, taxdım. Bu, onu axtardım. Her şey rağmen eserlerimizden devam ediyoruz. Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Röya Ayxan 25 illik səhnə fəaliyyətinin 2-ci yubiley konsertində pərəstişkarlarının qarşısına bir daha möhtəşəm şəkildə çıxıb. Sənətçi parlaq qırmızı libası və hündürdaban ayaqqabıları ilə səhnəyə çıxarkən ayaqqabılarının sıx olması səbəbindən ayağı əzilib. Ağrıya baxmayaraq Röya səhnəni tərk etməyib və proqramını tam şəkildə davam etdirib. O zarafatla tamaşaçılara müraciət edib. Gözəlliyin də bir bədəli var. Bu dəfə onu ayağım hiss elədi. Tamaşaçılar isə bu anları gülüş və alqışla qarşılayıblar. Röya isə hər zamanki kimi enerjisi, peşəkarlığı və səhnə sevgisi ilə konsert salını coşdurub.